Herkese salam əziz izləyicilər və Fikirli kanalının takipçiləri. Bugün sizlərin qarşısında yenə Temuda gördüyüm bir endirim kuponu haqqında danışmaq istəyirəm və ümid edirəm ki, bu video sizlər üçün faydalı olacaq dostlar. Çox uzatmadan ekranımıza keçək, kompüterimizə və sizə bu kampaniyanı göstərim dostlar. Dostlar, sıx-sıx mənə belə kampaniyalar gəlir. Hansı ki, sizin də əgər qarşınıza çıxırsa, bu videoyu izləyərək həqiqətən sərf edirmi? Bundan istifadə eləmək bəzən bildiyiniz kimi Temunun aldadıcı kampaniyaları belə ola bilər. Bir məhsulu sizdə bahadan sata bilər. Bu videomuzda isə maraqlı bir endirim kartı ilə sizlərin qarşısındayım. Maraqlı bir endirim kartını göstərmək istəyirəm. Bir məhsulu alarkən bu kampaniya əgər sizə gəlirsə istifadə eləyə bilərsiniz dostlar. Çox uzatmadan profil bölməmə keçirəm dostlar. Profil bölməsinə keçirəm. Təbii ki, sizi Temudan qeydiyyatdan keçməyinizi varsayıram. Əgər Temudan qeydiyyatdan keçməmisinizsə, birbaşa Azərbaycana necə bağlama gətirmək olar, onu bilmirsinizsə, bu videonun açıqlama bölməsinə əlavə etdiyim linkdən keçərək həmin videomuza baxıb öyrənə bilərsiniz dostlar. Profilin bölməsinə keçirik. Bu şəkildə buradan mesajlar bölməsi var dostlar. Mesajlar bölməsinə bir kərə klik edirik. Mən burada yanında bir Temunun yenə səhifəsini açmışam. Nəyə görə dostlar? Bunun endirim kartından istifadə etdikdə bir məhsulun qiymətinə həqiqətən endirim gəlirmi, yoxsa gəlmir? Bunu baxmaq üçün, əmin olmaq üçün belə bir səhifə açmışam dostlar. Deməli, bu səhifəyə girdikdə burada promosionlar bölməsi var. Sizə Temur tərəfindən verilən endirim kuponları olsun, promosyonlar olsun, kredi iadəsi olsun, hər şeyi bu promosyon bölməsindən tapa bilirsiniz dostlar. Baxın, burada fərqli seçənəklər var. Farmland oyunu, kredi iadəsi kimi, yəni mənə gələn burada kampaniyaları göstərir. Deməli, kampaniyamız hansıdır dostlar? Baxın, burada üstə keçirəm. Baxın, gördüyünüz kimi Temu sana premium indirim sunuyor. Bu şəkildə sual işarəsindən bir yerdə endirim kuponu adında belə bir kupondur. Daxil oluram kuponumuza. Baxaq görün bu kuponun özəllikləri, xüsusiyyətləri nədir dostlar? Gördüyünüz kimi ekranda dostlar, burada vaxt verir. Bəzən 26 dəqiqə, bəzən 10 dəqiqə. Buna fikir verməyin. Bu yalandan göstərir. Yəni nəyə görə yalandan göstərir? Siz bunu almadıqda belə, vaxtı keçdikdə belə bu vaxt yenə də yenilənir. Yəni mən bu şəkildə görmüşəm. Deməli, burada fərqli məhsullarımız var. Təəssüf ki, burada adla axtarmaq olmur. Yəni buradan sizə Temu özü seçdirir. Amma dostlar, mən yəni axtardığım məhsullar çıxır qabağıma. Ola bilər siz burada hansı məhsulu daha çox axtarırsınızsa, o məhsullar sizə çıxır. Təəssüf ki, burada axtarış bölməsi yoxdur, amma dostlar, bahalı məhsullar seçdirir. Həmçinin burada fərqli məhsullar var. Maşın kamerası, proyektorlar, çadırlar, fərqli. Dostlar, ilk öncə bunu hardan bilmək olar? Həqiqətən sizə bunu necə istifadə edirlər? Yəni bunu ilk öncə sizə qarışdır. Baxın, misal üçün bu kameranı mən almaq istəyirəm. İndirimi kullan bölməsinə klik etdikdə, baxın, biraz gözləyir və bu kameranın məhsulun qiymətinə endirim eləyir. 68% endirim və indirim yüksəltildi halda biraz endirim eləyir. Bu kamera bizə 15 manat 32 qəpiyə gəlib çıxır. İndi isə baxaq bu kameramızın gerçəkdə Temuda qiyməti neçədir, onu araşdıraq. Daxil oluruq səhifəmizdən Temu saytına. Siz başqa bir telefondan da bunu eləyə bilərsiniz. Mən kompüterdən göstərirəm. Burada Wi-Fi kamerası yazıram. Yəni şəkildə eyni olur çox vaxtı. Wi-Fi kamerası axtardıqda bu şəkildə görürük ki, bu kameranın qiyməti 36 manat 68 qəpik. Düzdür, 20% bəzən endirim kuponu olur, bəzən fərqli endirim kuponları olur. Onlardan istifadə etdikdə bu qiymətə gəlib çıxa bilər. Yəni 15 manata bu kamera məncə yaxşıdır. Bu kameranın üzərinə daxil oluram. 36 manatlıq kameranı, bu iki tərəfli kamera dostlar, qeyd edirəm ki, bu yaxşıdır, həm Wi-Fi ilə işləyir, həm hərəkət algılama sistemi, hər şeyi var bunun. Düzdür, almamışam, amma yaxın zamanda almağını fikirləşirəm. 2.4 GHz Wi-Fi dəstəkləyir, baxın bu şəkildə. Üzərində kartı da var. 15 manat. İndi başqa bir məhsula baxaq. Fərqli bir məhsula baxacağam dostlar, görək onun qiyməti necə endirim eləyir. Buradan çıxış verirəm. Bu məhsuldan fərqli baxmaqsa, ola bilər ki, dostlar, iki məhsulu eyni vaxtda istifadə edəndə az endirim verər. Onu da yoxlayarıq. Başqa burada istəyirəm biraz bahalı bir şey olsun. Onun qiymətində baxmaq istəyirəm. Mən burada kameraya falan çox baxmışam. Buna görə məndə kamera çox çıxır. Sizdə ola bilsin burada fərqli şeylər çıxır. Məsələn, baxın bu H96 Max H316 TV Box. Buna baxaq.
bunun qiyməti neçəyə gəlib çıxacaq? Misal üçün 16 GB, 2 GB-da 16 GB yaddaşı var. Yəni ən maksimalı budur. Endirim kullan. 46 manat 22 qəpik. Kameranın öz qiymətidir. Temunun dediyinə görə bu məhsul bizə çıxır. Aha, biraz endirim eləməlidir. Hə, bu məhsulu verir bizə 22 manat 22 qəpiyə. Buradan Android TV Box yazaq. Android. Əslində məhsulun birbaşa adını da yaza bilərsiniz, amma buradan çox vaxtı axtaranda həmin məhsul çıxır dostlar. Android 13 H313. Baxın, məhsulumuz budur. 38 manat məhsulumuzun burada qiymət var hələ endirimlə. 37 manat 95 qəpik. Burada isə bu məhsulu verir bizə 22 manata. Bu məhsula çox endirim yoxdur, amma yenə də eləyir dostlar. Baxın, 59% endirib eləməsə də, yəni burada 59% deyir, amma məhsulu həmən qiymət. Yəni siz bir məhsulu çox axtarış eləmisinizsə, həqiqətən istədiyiniz məhsullar bu siyahıda varsa, o zaman buradan seçib almanız məncə daha sərfəli olar. Yəni bayaq kameranı göstərdiyim kamera 15 manata gəlib çıxır. Fərqli bir məhsul baxaq seçmək istəyirəm. Buradan fərqli bir məhsul. Misal üçün fərqli nə var burada? Bunlar ucuzdur. Bu məhsula baxmaq istəyirəm. Bu biraz maraqlı gəlir mənə. Bir dəqiqə dostlar, buradan çıxış eləyim. İki məhsulu eyni vaxtda yoxlamayın, çünki məncə endirim eləməyəcək, tək-tək eləyir. Yəni mən gördüyüm bu kredi iadəsidir. Bunun haqqında video çəkmişik dostlar. Təzədən promosyonlara gəlirəm. Bu məhsula baxmasam, aşağı-yuxarı bunun öz qiyməti mən təxmini bilirəm dostlar. Hardasa 30-35 manat arası olmalıdır. 64 GB kartı ilə. $23 manat 41 qəpik. 64 GB kartla məncə normaldır. Düzdür, bunu 20% kuponla alsanız bu kameranı bəzən 20 manata gəlib çıxa bilir sizə. Amma yenə də endirimdir. 3 manat fərqi var. Baxaq bir dəqiqə. Mən ən aşağı qiymətə bu kameranı 20 manata almışam. 20-25 manat arası. Maşın kamerasını axtarış eləyək. Deməli, məhsulumuz budur, hal-hazırda endirimdədir. Deməli, bunun qiyməti 33 manat 56 qəpikdir. Burada kart verirmi bunun üzərində? Buradan bəzən kartlar seçili olmur. Aha, 64 GB kartla, endirimlə 76% endirimdədir dostlar, 33 manata. Burada isə bizə verir 23 manata. 10 manat endirim eləyir dostlar. Yaxşıdır, bu kupon xoşuma gəldi əslində qalsa mənim. Yəni bu seçimi onayla dedikdə, burada sizə bu məhsulu səbətə əlavə edib bu qiymətdən verir dostlar. Bir dənə yoxlayım, dəqiq bilib. Seçimi onayla deyirəm. Tükənmək üzrə həmin ödəmə yap. Aha, dediyi məhsulu qiymətdən də verir dostlar. Düzdür, minimum 30 manat sərhədi var. Bu Temuda ən çox olan bir şeydir. Bəzən 20 manat olur, bəzən də 30 manat, 22 manat 92 qəpik gəlib çıxır. İstəməyəndə də buradan həmin məhsulu buradan silirsiniz. Baxın, gördüyünüz kimi burada yenidən seç bölməsinə klik etdikdə təzədən başqa məhsullar seçə bilirsiniz dostlar. Bir dənə mənfi cəhəti odur ki, buradan belə deyək dostlar, istədiyinizi axtarış edib seçə bilmirsiniz, amma ən çox, yəni mənim burada ən çox axtardığım məhsullar çıxır qabağıma. Buradan fərqli bir məhsul seçə bilmirəm dostlar. Baxın, bu şəkildə yenidən seç bölməsi və yaxud da ana səhifəyə gəlib bu şəkildə yenidən bu endirim kuponu daxil ola bilərsiniz. Qeyd edim ki, dostlar, hamıya verməyə bilər, bütün istifadəçilərə vermir bəzən. Onun üçün dostlar, burada diqqət eləyin, həmən bu bölməyə daxil olun. Bu həmən mesajlar bölməsinə buradan kontrol eləyin, sizə nə kuponlar. Ya burada fərqli kuponlar olur. Çalışacağam xoşuma gələn və endirimi normal olan kuponları sizlər üçün çəkim bu videoları göstərim dostlar. Yəni ki, hamımız bir yerdə faydalanaq dostlar. Videomuz bu qədər idi dostlar. Ümid edirəm ki, faydalı oldu. Kommentlər bölməsinə yazın. Bu endirim kuponu necədir? Bəyəndinizmi? Bəyənmədinizsə yazın kommentlərə, mən istifadə etdim və bahadan satdı və yaxud da nəsə problem oldu.
bu kommentlər bölməsində yazın dostlar. Həmçinin qeyd edim ki, Telegram qrupumuza qatıla bilərsiniz. Temu qrupumuz var. Videonun açıqlama bölməsinə əlavə etmişəm. Həmçinin Farmland oynayanlar, fərqli Temunun kampaniyasında oynayanlar, yardımlaşma istəyənlər həmin qrupa qatıla bilər. Dostlar, təqdim etdiyi Fikirli kanalı.